Boyun osteoxondrozu, revmatizm, podagra insanların əksəriyyəti bu xəstəliklərdən və bu xəstəliklərin yaratdığı ağrılardan şikayətlənir. Biz bu xəstəliklərin nə olduğunu başa düşsək, bəlkə də qardaş bu xəstəlikdən yaratdığı ağrıdan canımızı qurtara bilərik. Yəni misal revmatizm nədir? Bağların və oynaqların iltihabı. Podagra nədir? Sidik duzlarının oynaqda yığılması. Bəs boyun osteoxondrozu nədir? Fəqərələr arası duzlaşma, spazm nəticədə boyun fəqərəsi sıxılır, hərəkət elətdirə bilmirik, dözülməz ağrılar verir. Yaxşı, bu xəstəlikdən necə qoruna bilərik və yaxud bu xəstəliyi necə eləyə bilərik ki, ağırlaşmasın, daha da kəskinləşməsin? Ekrandakı ürəyi qızart, izah edeyim. Sənə lazım olan Artex Chondro çayıdır. Çünki bu çay tərkibindəki 9 mövcud bitkinin köməyi ilə istifadə etdiyin zaman neyini? Boyunda olan duzu və spazmı dağıdır, azaldır, boyun hərəkətini yaxşılaşdırır, ağrılarınızı kəsir. Podagra zamanı sidik duzlarını orqanizmdən atır, podagra ağrılarını kəsir, hərəkətinizi yaxşılaşdırır, podagra şişkinliyin azaldır. Revmatizm zamanı isə bağların və oynaqların iltihabını aradan qaldırır, ağrının şiddətini azaldır, ödəmi götürür, rahat hərəkət eləmənizi təmin edir. Bu arada osteoartroza, yəni qığırdaq yeyilməsinə də kömək edir, qığırdaq yeyilməsinin qarşısını alır. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Hazır paket çaydır. Onsuz gündə hamı çay içir. Bu çaydan içirsən həm sağlamdır, bitkidir, həm də ağrılarınızı azaldır. Bu tipli faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczacınız bal oğlanla hər zaman, hər mövzuda sağlam qalasınız.